18 yaşlı Əminə Sadıqzadə gələcəkdə İtaliyada öz pizza restoranını açmaq istəyir. Hazırda aşpazlıq üzrə təhsil alan tələbə ikili diplom proqramının ona yeni imkanlar yaradacağına inanır. İkili diplom sistemi tələbələr üçün çox faydalı ola bilər. Çünki bu zaman yerli həm də xarici təhsil müəssisəsinin diplomunu əldə etmiş olur. Gənclər bu sayədə yeni təhsillə yanaşı yeni biliklər öyrənir və həmçinin oranın təcrübəsini də əldə etmiş olur. Mən hal-hazırda 1 illik dual təhsil alıram və mən düşünürəm ki, bu təhsili bitirdikdən sonra ikilik diplom üçün ikinci bir təhsil alım və öz xəyallarımı gerçəkləşdirim. Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən qarşıdakı illərdə beynəlxalq ikili diplom proqramının tətbiqi genişləndiriləcək. Yeni proqram çərçivəsində tələbələr həm yerli, həm də xarici diplom əldə etmə imkanı əldə edəcəklər. Yalnız nəzəri bilik deyil, beynəlxalq təcrübə də qazanacaqlar. Türkiyə ilə bir yaradılacaq iki peşə təhsil müəssisəsindən biz bir peşə müəssisəsinin bu ilin sentyabr ayında açılışını planlaşdırmışıq. Bu müəssisədə hal-hazırda 3 ixtisas üzrə İKT, mebel və interyer dizayn və moda və dizayn ixtisasları üzrə tələbə qəbulunu biz bu il həyata keçirəcəyik. Digər 2 ixtisas üzrə, yəni turizm və otelçilik və qida və içki mütəxəssisi ixtisasları üzrə isə biz regionlarda hal-hazırda tikintisi həyata keçirilən müəssisələrdən birində planlaşdırmışıq. Növbəti ildə tələbə qəbulunu həyata keçirib bu müəssisənin açılışını həyata keçirəcəyik. Tədbirlər planına əsasən 2026-2030-cu illərdə ölkədə 21 yeni peşə təhsili müəssisəsi tikiləcək, 2 müəssisə isə əsaslı təmir olunacaq. Mütəxəssislər hesab edirlər ki, beynəlxalq ikili diplom proqramı peşə təhsilinə marağı artıracaq. Tələbələr də bu fikirdədirlər. Peşə təhsil mərkəzlərində uşaqların sayı artar və onlar peşə təhsil mərkəzinə daha çox cəlb olunar. Xarici müəllimlərin iştirakı ilə keçiriləcək dərslərin gənclərin dil biliklərinin və peşə bacarıqlarının inkişafına töhfə verəcəyi bildirilir. Həmçinin ikili diplom proqramının tətbiqi ilə Azərbaycan gənclərinin qlobal əmək bazarında rəqabət imkanlarının genişlənəcəyi gözlənilir. Maya Sabir qızı, İlqar Abdullayev, Ramiq Abbasov, İTV Xəbər.